Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda sizə 1.23 yol işləri xəbərdarlıq nişanı barədə məlumat verəcəyik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 1.23 yol işləri nişanı yolda, yəni yolun hərəkət hissəsində, yol çiynində, ayrıcı zolaqda, piyadaların hərəkət hissəsinə çıxmağa məcbur olduğu işlər görüldüyüdə isə həm də səkidə hər hansı işlərin aparıldığı yeri bildirmək üçün tətbiq olunur. Bu nişanın iki qaydada quraşdırılması nəzərdə tutulur. 1. Görülən işlər qısa müddətli olduqda 1.23 nişanı işin görüldüyü yerə 10-15 metr qalmış, özü də 7.1.1 lövhəciyi olmadan müvəqqəti nişan kimi qurulur. 2. Görülən işlər qısa müddətli olmadıqda isə 1.23 nişanı təkrarlanmaqla. Birincisi, digər xəbərdarlıq nişanları kimi yaşayış məntəqəsində işlərin görüldüyü yerə 50-100 metr, yaşayış məntəqələrindən kənarda isə 150-300 metr qalmış qoyulur. İkinci nişansa işlərin görüldüyü yerin bilavasitə qarşısında hər bir halda həmin yerə 50 metrdən az yaxınlıqda qoyulur. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Əziz sürücülər, məhdudiyyətli şəxslər üçün ayrılan parklanma yerində yalnız əlilliyi olan şəxs tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilər. Azparking mobil tətbiqində onlar üçün nəzərdə tutulan yerlər göy rənglə göstərilir. Əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş parklanma yerlərini zəbt etməmək, onların müstəqil hərəkət etməsi və həyatlarını asanlaşdırılması baxımından çox vacibdir. Qaydalara riayət etməklə ictimai nəzakət və hüquq pozuntularının qarşısını almağa kömək etmiş oluruq.